Bismillah. Elhamdülillah. Ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Bu söhbətimizə inşallah Allah subhanahu teala'ya sığınaraq ondan xeyirlərə bizi müvəffəq eləməsini diləyərək başlayırıq inşallah. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdatan min lisani yefqahu qavli. Allahümme la sehle illa ma cealtehu sehle ve ente tec'alul hazne izâ şi'te sehle. Bugünkü mövzumuz, qardaşlar, bizim İslami həyatımızda ən vacib, çox dəyərli, olduqca təxirə salınmaz, hər bir müsəlman üçün lazımlı bir mövzulardan biridir. Bu da övlad tərbiyəsidir. Övlad tərbiyəsidir, yəni ki, bu söhbətin əsası nə üzərində danışılacaqsa, deməli, övlad tərbiyəsi, övladlarımızın tərbiyəsi haqqında danışacaq. Övladların tərbiyəsi, övlad tərbiyəsi ümumiyyətlə 10 mərhələ üzərinə yəni ki, qurulur. Bu mərhələlər müəyyən yaşlarda, yəni ki, yaş hədlərinə bölünür. Bunlardan ən birincisi, evlənməmişdən əvvəl övlad tərbiyəsidir. Yəni ki, belə baxanda, belə görünür ki, yəni ki, evlənməmişdən əvvəl övlad yoxdursa, onun tərbiyəsi necə olar? Biraz qəribə gəlir. Amma həqiqətən, övladın dünyaya gəlməsinə səbəb olan ata və ananın bu iş üçün, bu evlilik üçün hazırlaşması, tədbirlər tökməsi, ən gözəl şəkildə bu evliliyi, yəni həyata keçirməsi, bu gözəl evladın dünyaya gəlməsi üçün ən böyük səbəblərdən biridir. Baxın, məsəl üçün, keçən söhbətimizdə də biz demişdik. Bir insan bir insan məsəl üçün gözəl bir toxum əkmək istərsə, ən yaxşı seçimli, ən bahalı bir toxumu çınqıllı, daşdı və yaxud da qara tikanlıq bir yerə səpərsə və yaxud da bataqlığa səpərsə o toxumu, oradan necə məhsul götürər? Deməli, ən birinci, yəni gözəl məhsul götürmək üçün gözəl bir tarla seçmək lazımdır. Torpağı yumuşaq, gözəl bitki verən, xoş, gözəl bir torpaq, tarla seçmək lazımdır. Bu mövzunun üzərində, yəni ki, durmayacaq. Yəni ki, övladın dünyaya gəlişindən sonra, biz özümüz də, yəni ki, mən özüm də bu sahədə, yəni ki, örnək bir insan olmadığım üçün bu söhbətə, yəni ki, bu mövzuya toxunmaq istəmirəm, bunun üstündə durmaq istəmirəm. Yəni ki, övladın əsas tərbiyəsi evlənmə əsnasında, evlənərkən, yəni ki, o vaxtdan başlayır. İkinci mərhələ evlənərkən. Biz başlayacaq övladın, yəni ki, belə deyək ki, bəzi əlamətləri ana bətnində bilinəndən sonra. Yəni ki, evlənmə baş tutduqdan sonra. Əvvəlcə bu mərhələləri sayım, inşallah, yəni ki, sizin yaddaşınızda bir yer tutsun. Yəni ki, bu mərhələlərdən ən birincisi evlənməkdən əvvəl övlad tərbiyəsidir. Evlənmə əsnasında və yaxud da evlənərkən övlad tərbiyəsidir. Üçüncü,
Bu ikincidir, evlənmə əsnasında. Üçüncü, ana bətnində övlad tərbiyəsi. Dördüncü, yeni doğulmuş uşağın 7 günə kimi olan tərbiyəsidir. 7 gününə qədər olan övlad tərbiyəsidir. Beşinci, əqiqədən 2 yaşına qədər olan övlad tərbiyəsidir. Altıncı, 2 yaşından 4-5 yaşına qədər olan övlad tərbiyəsidir. Sonra 7-ci, 5 yaşı ilə 7 yaş arasında olan övlad tərbiyəsidir. 8-ci, 7 yaşla 10 yaş arasında olan övlad tərbiyəsidir. 9-cu, fitri hisslərin üzə çıxdığı, Allah Subhanahu taala insanların içərisinə, yəni ki, bir fitri hisslər qoyub. Ancaq uşaqlıqda onlar hələ ki büruzə vermir, zahir olmurlar. Müəyyən yaşda o fitri hisslər cücərməyə başlayır. Yəni bu zaman, yəni 9-cu, fitri hisslərin üzə çıxdığı, fitri hisslərin necə deyərlər, zahir olduğu vaxt övlad tərbiyəsi. Və 10-cu da həddi buluğa çatma dönəmində, vaxtında və ondan sonraki vaxtlarda müstəqil həyata addımlar atmağa başlayana qədər olan övlad tərbiyəsidir. Biz inşallah evlənmə əsnasında, evlənmə zamanında dedik ki, bir kişinin evlənərkən tutduğu ən gözəl işi iman sahibi olan, taqvalı, itaətkar, həlim özünə bir zövcə tapmasıdır. Çünki qısa şəkildə bu barədə deyəcək ki, itaətkar olmayan, dikbaş, imanı zəif bir anadan və yaxud da lap tutaq ki, atadan da belə gözəl övlad gözləmək olmaz. Allah ölüdən dirini, diridən ölünü çıxardandır. Amma Allah Subhanahu taala hər şeyi bir səbəblə yaradır. Biz inşallah əsasən qadının hamiləlik dövründən başlayaraq, yəni ki, uşağın tərbiyəsi haqqında, uşaqların tərbiyə olunması haqqında bəzi şeyləri örnək verməyə çalışacaq Allahın izni ilə. Deməli, övladın ana bətnində formalaşdığı müəyyən əlamətləri bilindiyi vaxtdan inşallah övladın tərbiyəsini başlamaq lazımdır. Burada bir ata və yaxud da bir ana nə eləməlidir? Ən birinci, hətta bundan əvvəl belə, çox üzr istəyirəm, bir şeyi unutdum. Ən əvvəlki şeyi, çünki dedim ki, bir iş barəsində danışmayacağım, yəni zövcənin seçilməsi barəsində. Amma evlənərkən, evlənmə əsnasında mömin bir kişinin və mömin bir ananın, ərin və ananın ən birinci işi dua etməkdir. Çünki bu Quran və sünnədə yəni ki, sabit olub. Furqan surəsi, Əl-Furqan surəsi 74-cü ayədə Allah Subhanahu taala belə deməkdədir. وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَزُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Allah Subhanahu taala Furqan surəsində Rəhmənin qullarının sifətlərini sayarkən o kəslərdir ki, deyir onlar. Onlar deyərlər, ey bizim Rabbimiz, bizə göz işığı, gözümüzə nur olacaq övladlar və zövcələr bizə bəxş elə. Və bizi muttəqilərə, səndən qorxanlara imam et. Sonra Əli İmran surəsində
Zəkəriyyə aleyhissalam haqqında Allah Subhanahu taala belə deməkdədir. Əli İmran 38-ci ayədə. Hunalika da'a Zəkəriyyə rabbahu qala rabbi habli min ladunka zurriyyatan tayyibatan innaka sami'ud du'a. İnnaka sami'ud du'a. Və oradaca Zəkəriyyə Rabbinə dua etdi. Dedi ki, ey Rabbim, öz yanından mənə gözəl bir övlad bəxş elə. Gözəl bir övlad bəxş elə. Həqiqətən sən duaları eşidənsən. Gözəl bir övlad deyəndə, yəni çatmaqaş, yanaqları qıpqırmızı, totuş-potuş, belə uşaq mı deyirdi Zəkəriyyə aleyhisselamın istədiyi övlad və Allahın ona bəxş elədiyi övlad Yahya aleyhisselam idi. Allah subhanahu teala özü onu Qur'an-ı Kərimdə tərif eləyir. Ki, onun sifətlərini, ki, peyğəmbərlərin sifətləri necə olar? Orada mənəvi sifətlərdən danışılır. Və bu istəmədə, yəni ki, xeyirli, gözəl, göz işığı olacaq, iman əhli olacaq, möminlərə, muttaqilərə imam olacaq övladlar istəmək, yəni ki, Qur'anla sabit olub. Və övlad istəyərkən qız övladı və yaxud da oğlan övladı istəmək, yəni ki, burada yəni ki, heç keçmir. Rahmənin qulları mənə bir qız övladı ver və yaxud da oğlan övladı ver və yaxud da Zəkəriyyə demədi ki, mənə bir oğlan övladı ver. Çünki Allah subhanahu teala Şura surəsində belə deməkdir. Lillahi mulkus semavati vel ard yaxluqu ma yeşâ'u yehabu limen yeşâ'u inâsen və yehabu limen yeşâ'u zukur. Göylərin və yerlərin mülkü Allaha məxsusdur. İstədiyinə oğlan zürriyyəti, oğlan uşağı verər və istədiyinə də qız uşağı verər, istədiyinə də oğlan uşağı hədiyyə edər Allah subhanahu teala. Bundan sonra gözəl dua edib Allah subhanahu teala'dan imanlı, xeyirli bir övlad istəyəndən sonra ana bətnində övladın əlamətləri zahir olandan sonra ataya və anaya onların üzərinə düşən bəzi məsələlər var. Atanın üzərinə düşən odur ki, inşallah Allahın izi ilə bacardığı qədər həyat yoldaşına halaldan yedirsin. Çox diqqətli olsun ki, o, yəni ki, azacıq da olsa haram yeməsin. Çünki nə yiyərsə, o qadın nə yiyərsə, birbaşa bətnindəki övladın da, yəni ki, orqanizminə gedir. Onun da qanına işləyir. Allaha asi olmaqdan kənar duracaq. Çünki Allaha asi olanlar Allahın rəhmət və bərəkətindən kənarda qalırlar. Fərz və nəfilə ibadətlərini vaxtlı-vaxtında yerinə yetirəcək. Bol-bol dua və zikirlərdə olacaq. Və Allah subhanahu wa ta'alədən yəni ki, rahatlıq, salamatçılıq və övladının gözəl şəkildə dünyaya gətirməsini Allahdan diləyəcək. Sözsüz ki, həyatı boyu müminin başında Allahın qəza və qədərləri var. Onların acısı, sıxıntıları var. Və bu dövrdə də imtihan üçün Allahdan qəza və qədərlə gələn sıxıntılar ola bilər. Ana və ata bu sıxıntılara qarşı Allah subhanahu ta'alədən yardım istəyərək, asi olmayaraq Allaha şükr eləyərək, Allaha sığınaraq, yəni ki, ən gözəl şəkildə yəni ki, həyatlarını sürəcəklər. Çünki asilər bayaq dediyimiz kimi, asilər Allahın rəhmətindən kənarda qalarlar.
Və bununla bərabər nemətlərə şükr edəcək. Allahın verdiyi nemətlərə. O dəqiqə nemət deyəndə fikirləşirik, görəsən, bizim üzərimizdə hansı nemət var Allah'a? Hansına şükür edeyim? Şeytan o dəqiqə fikirləşir. Yəni ki, İbnül Qayyimin rahiməhullah bir kəlamı var, deyir ki, bir insan, ən uzun ömürlü bir insanın ömrünü yaşayaraq, gecələr yatmadan, yemədən, içmədən və heç bir şey etmədən Allahın verdiyi nemətləri saymağa qalxırsa, sona çatmaz. Yəni, bir ömür ona bəs eləməz. Və ana da bilməlidir ki, onun bətnindəki övlad onlar üçün ən böyük nemətlərdən biridir. Və bu nemətə görə durmadan övlad ta dünyaya gəlincəyə qədər Rabbimizə şükür eləməlidir və ondan sonra da sözsüz ki, şükrün yəni ki, bir durma vaxtı yoxdur. Bu sayılanlar sözsüz ki, necə ki, anaya aiddir, eləcə də bunlar yəni ki, ataya da, ərə də aiddir. Xanıma aid olduğu kimi, sözsüz ki, ərə də aiddir. Əgər sözsüz ki, zövcə tərəfdən hər şey yaxşı gedib, yəni ki, ata və yaxud da ər deyək, asilik eləyərsə, sünnətləri tərk eləyərsə, ibadətlərində qüsurlara yol verərsə, sözsüz ki, yəni ki, bu övladın tərbiyəsində sözsüz ki, onda naqisliklər əmələ gələcək. İnsan, yəni ki, ana, öz ovladını dünyaya gətirdi mi Allahın izni ilə? Ən birinci iş nə olacaq? Ən birinci iş olacaq ki, ata onun sağ qulağına, ümumiyyətlə qulağına əzan oxuyacaq inşallah. Nə qədər bacarır, tez. Ki, yəni ki, onun dünyada eşidəcəyi ilk kəlmələr Allahu Ekber, Allahu Ekber bu olsun. Allah ən böyükdür. Allah ən böyükdür. Bu kəlmələr olsun. Əzanın kəlmələri olsun. Ondan sonra hamımız bilirik ki, ən gözəl adlardan oğuldursa, qızdırsa, ən gözəl adlardan onu qoymaq. Kişi adlarından, yəni ki, Allaha ən sevimli adlardan Abdullah, Abdurrahman və yaxud da Allah subhanahu teala'nın adları ilə gələn, yəni ki, Abdülaziz, Abdurrahim və s. abdlə gələn adlardan. Və yaxud da Peyğəmbərlərin adlarından, salihlərin, sahabaların adlarından, gözəl adlardan qoymaq. Adı qoymaq. Ondan sonra saçını qırxaraq onun çəkisində gümüş təsədduq etmək. Sonra əqiqə kəsərək, əgər oğlandırsa 2 qoç, qızdırsa 1 qoç əqiqə kəsib, yəni ki, onu paylaşdırmaq möminlər arasında ehtiyacı olanlara. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellem Həsən və Hüseynə hərəsinə 2 qoç kəstirmişdi. Və bundan sonra valideynlərin daim o övladın tərbiyəsində artıq özləri üçün bir proqram hazırlaması vacib olur. Körpəyə daim Qur'an dinlətiləcək. Onun eşitdiyi kəlmələr Allahın kəlmələri olacaq. Zikir və dualar olacaq inşallah. 2 il bacarırsa inşallah, 2 il ana onu əmizdirməlidir. Qur'anda da bu sabit olub. Yəni ki, ana südü ilə, yəni ki, o yedizdirilməlidir. Və daim başının üstündə gözəl dualardan, Qur'anın ayələrindən onu yatızdırarkən oxumalıdır. Necə ki, məsəl üçün bizdə deyir ki, ana övladının başı üstündə la ilahe çalırdı. Və heç kəs də bilmir ki, bu la ilahe nədir deyə.
o qədər dəyişdirib. Laylay sözünün əsl mənası, laylay sözünün əsl mənası la ilahə illallah deməkdir. Yəni o qədər dilimizdə dəyişilib ki, yəni biz heç kəs də bilmir ki, bu la ilahə illallah, la ilahə illallah, la ilahə belə çevrilib, laylaya çevrilib. Və hamı da la ilahə deyə. Amma möminət nənələrimiz, mömin kişilər, yəni uşağı yatızdırarkən onlar la ilahə illallah deyə yatızdırardılar. Allah subhanahu teala'nın ayələrini oxuyardılar onların üzərində. İki il ana südü ilə, yəni ki, onu bəslədikdən sonra 2-4 yaşları arasında artıq uşaq bəzi vərdişləri götürməyə başlayır. Dili açılır, bəzi hərəkətləri ilə, davranışları ilə artıq hamını, belə deyək ki, aldatmağa başlayır. Bu zaman valideynlər nə öyrətdilərsə, nə dedilərsə, uşağın qulağı nəyi eşitdisə, artıq o vərdişləri götürür. Uşağın ən gözəl şəkildə, baxın, 2 yaşdan əsasdır ki, məsəl üçün, bəzi şeylərə diqqət olunsun. Mən tərbiyədə, yəni ki, əsas olan, çox ciddi olan şeylər üçün çalışacağım ki, yadıma düşdükcə diqqət deyəcəm. Çünki çox zaman, məsəl üçün, bizə çox kiçik, xırda görünən şeylər çox əhəmiyyətli ola bilir. Çox əhəmiyyətli olur. Uşağın tərbiyəsi üçün, uşaq göz açır, bəzi vərdişləri almağa başlayır, bəzi sözləri əzbərləyir, bəzi, məsəl üçün, deyək ki, müraciət formalarını öyrənir. Bu zamandan diqqət, ən birinci tərbiyənin əsasından, birinci astanasından lazım olan şey nədir? Ev, mühit. Elə bir mühit ki, elə bir ev ki, orada fasiqlər yoxdur. Söyüş söyənlər, əxlaqsız hərəkət edənlər, Allaha asi olanlar yoxdur. Əgər bir uşaq onların içərisində tərbiyə alıbdırsa, tərbiyə alacaqsa, bilmək lazımdır ki, o insanların fisqi, onların işlətdiyi günahlar, onların söydüyü söyüşlər, onların dilindən çıxan asiliklər hamısı o uşağın beyninə, zehninə, fikrinə, düşüncəsinə düşəcək. Və sonra onları çıxartmaq çox çətin olacaq. Evdə nə ola bilər ki, evdə belə baxanda, məsəl üçün, müsəlman bir, mömin bir kişinin evində belə hardan ola bilər? Allaha həmd olsun, Allah subhanahu teala bizi öz hidayəti ilə, elhamdülillah, mükafatlandırıb. Çox zaman qardaşların çoxunun, məsəl üçün, şəxsi həyatına baxırsan ki, evdə tək bir nəfərdir. Özüdür. Yəni ki, özündən başqa nə namaz qılan, əqidəsi olan, ibadət edən yoxdur. Evdə hamı, qardaşı, bacıları, ata, ana, hamısı, yəni ki, o bir tərəfin adamlarıdır. Uşaq dünyaya gəldi. Evin ən abırlı bir yerində yekə bir ekranı olan bir şeytan. Orada nə göstərilir? Orada daim musiqi, yalan, insanlara, məsəl üçün, deyək ki, fuhuşu, əxlaqsızlığı örgədən şeylər daim, gecə-gündüz. 99% odur. Ayrı bir şeylər yoxdur. Belə yaxşı sayılan şey də multfilmdir ki, o da bir, necə deyərlər, zəhər kimi bir şeydir. Uşağa çox belə həddindən artıq uşağı vaxtını alan, onun, necə deyərlər, vaxtının boşa keçməsinə səbəb olan bir şeydir. Hələ orada onun əqidəsini xarab edən şeylər yoxdursa. Övladını gözəl şəkildə tərbiyə eləmək istəyən mömin qardaş, yadında saxla ki, sənin ən yaxın adamların,
atan, anan, bacın, qardaşın belə olsa belə, o ailədə deyək ki, Allaha asi olan, asi sözlər danışan, Allahın dininə qarşı çıxan, məsəl üçün deyək ki, bəzi hərəkətlər eləyən, Allaha şərik qoşan, əxlaqsız hərəkətlər eləyən insanlar varsa o uşağı orada gözəl tərbiyə eləmək mümkün deyil. Mümkün deyil. Bunun tədbirini görməlisən. Mütləq bunun tədbirini görməlisən. Və bugün hər kəs öz ailəsində bunu görməsə də, qardaşlarının, yaxınlarının ailələrində bilirlər. Bu, yəni ki, mərufdur, bilinir. Birinci növbədə evin içərisində olan insanları ya uşaq oradan təcrid olunmalıdır, ya o insanlar, yəni ki, oradan təcrid olunmalıdır. Uşağın gözəl tərbiyə almağını istəyən valideyn fasiqlərin içərisində uşağını tərbiyə edə bilməz. Bu mütləqdir, diqqət eləyin. Əgər ailədə başqa, yəni ki, belə adamlar yoxdursa, tərbiyəyə təsir eləyən, mənfi təsir eləyən insanlar yoxdursa, ola bilər ki, qonşudan, kənardan gələr və daim gündüz və gecə, məsəl üçün, deyək ki, günün müəyyən vaxtlarında gəlib, deyək ki, orada ailədə ola bilərlər və onların təsiri də çox böyükdür. Məsələn, mən bir balaca bir hekayə danışım. Evə qonaq gəlib, qardaş qonaq gəlib. Hə, oğlum, gəl bura, gəl. İxlas surəsini danış əmiyə. Nə qədər eləyər, danışmır. İxlası deyir, can oğlum, öpür, qucaqlayır, nə eləyir, nəsə verməsi, xeyri yoxdur. Bir vaxtı evə gələn qardaş oradan konfet qabından götürüb konfet verir uşağa. Uşaq konfeti götürür, gülür. Və əvəzində nə söyləsə yaxşıdır. Ən əxlaqsız bir söyüş. Belə dilə gətirilməyəsi bir söyüş. Belə qalırlar, tutulub ki, bu nədir? Qardaş bu ev yəsinə, bu uşağın atasına baxır, o ona baxır. Bu nə idi, bu haradan olub? Sən demə bir neçə gün əvvəl harasa gedəndə uşağı qoyublar əmisi oğlunun yanında ya haradasa. Orada da uşaqlar deməli konfeti verib söyüşü təkrarladıblar. Deyiblər 3 dəfə söyüş, konfet veriblər. 5 dəfə söyüş, konfet veriblər. Konfeti verib söyüş öyrədiblər. Əxlaqsız söyüşü. Yəni, sən təsəvvür elə ki, İxlas surəsini bəlkə də 3 dəfə, 5 dəfə oxuyublar bunun yanında, 100 dəfə də söyüşü deyiblər. İndi konfet verəndə hansını deyəcək? Söyüşü deyəcək də. Baxın, eləcə də məsəl üçün başqa şeylərdir. Kənardan fasiqlərin evə gəlinməsinin qarşısı alınacaq. Hətta qonşuda olsun, qohumda olsun. Vallahi ki, onlar necə məsəl üçün deyək ki, şeytanın dostlarıdırlarsa, deməli onlar şeytanın bizə istədiklərini, bizə şeytan nə istəyirsə, onlar da onu istəyirlər. Çünki onlar öz övliyalarına, öz dostlarına şeytanlar vəhy eləyirlər. Və onların, müminlərin tərbiyəsiz böyüməsi üçün, imanlarının zəifləməsi üçün əlindən gələn eləyirlər. Kimlərin vasitəsilə? Lap olsun qardaşının, yaxın qonşudakı, köhnə dostlardır, uzaq qohumlardır və s. Hətta bu, belə, bəlkə də burada da çoxdur bilənlər. Qonşudan, qohumdan, qardaşdan, cahil, belə deyək ki, dini olmayan insanlardan söhbət gedir sözsüz ki, və əxlaqsız insanlar, əxlaqı pozuq insanlardan. Ananın övlada cadu eləməsini şahidiyik. Qonşuların övladlara, yəni ki, bu ev sahiblərinə, qonşusuna cadu eləməsi, yəni evdə əxlaqsızlıqlar eləməsi, xəyanət eləməsi və s. hamısı bəllidir. Bunlardan həzər eləməklə, bunlardan çəkinmək lazımdır. Çox diqqətli olmaq lazımdır bunun üçün. Dil açarkən, uşağın dil açarkən ilk sözləri Allah, Bismillah,
Allahu Ekber, la ilahe illallah olmalıdır. İlk nəsə danışmağa uşaq başlayır, lə, bə, belə hecalar deyəndə artıq ana gözəl şəkildə ona ağzını açanda, yəni ki, o gözləyir ki, hardan bir səs işitsin, onu təqlid eləsin. Hə. Orada məsəl üçün deyək ki, hər hansı bir məsəl üçün futbolistin adını, bir kafir bir futbolistin adını desən, onu əzbərləyəcək. Necə ki, öz qulaqlarımla eşitmişəm ki, uşaq hələ atasının adını bilmir, futbolistlərin adlarını əzbərlətib. Futbol balişçidir adam. Atanın adını deyirəm, kimdir bu? Bilmir. Futbolistlərin adlarını əzbərlətib. Sən təsəvvür edin. Durmadan ana təkrarlayacaq. Bismillah, bismillah. O da deyəcək. Uşaq çünki danışmaq üçün belə həvəskardır. Nə desən, nə qədər desən təkrarlayacaq. La ilahe illallah, la ilahe illallah. Sən işin gör. Əlində evini süpür ana, xörəyini bişir, təmizliyini elə, nə elə. Uşaq da dalınca gəzəsdir. Hara getsən dalınca gəlir. La ilahe illallah, la ilahe illallah. Balam, la ilahe illallah de. Bismillah de. Allahu Ekber, Allahu Ekber. Qul huvallahu əhəd. Nə edirsən, onu öyrənəcək. İlk sözləri qoy, yəni ki, Allahın dinindən, Allahın rizasına uyğun sözlər olsun. Hərəkətlərində, davranışlarında vərdişlər yaratmaq. Yəni ki, məsəl üçün, müəyyən şeylərə, məsəl üçün, müəyyən buna dəymək olmaz. Otur, ora girmə və s. Bunu dəfələrlə uşağa başa salmaq lazımdır. Başa salmaq deyəndə belə deyək ki, məsəl üçün, sən onu saatlarını danışasan. Yox, ora olmaz. Olmaz. Yəni, üzərində durmaq lazımdır ki, onu, yəni ki, qadağan eləyəsən ki, bax, bu şey olmaz. Lap xırda yaşından ona, yəni ki, qadağalar qoyacaqsan, qadağalar qoyacaqsan. O biləcək ki, heç olmayıb bir-iki şeyə, yaddaşından, uşağın yaddaşına həkk eləyəcəksən ki, ona hədlər qoyulur. Uşaq bilir ki, bax, bu olmaz. Olmaz. Hər dəfə deyildikcə olmaz. Çox da vacib deyil, məsəl üçün, elə bir şey fikirləşəsən ki, çox əhəmiyyətli. Çox əhəmiyyətli olmasa belə, deməli, uşağın yaddaşında, onun xarakterində sən bir sərhəd formalaşdırırsan. Uşaq artıq bilir ki, nəsə olmaz. Bax, bunu belə eləmək lazımdır. Burada belə oturmaq lazımdır. Namaz qılanda gəl, yanında oturmaq lazımdır. Gəl, otur yanında. Eyb yoxdur, bir dəfə duracaq, iki dəfə duracaq. Gözəl şəkildə alışdır. Ondan sonra uşağı hər dəfə sünnəyə uyğun hərəkət və davranışlara vərdiş elətdirmək. İstənilən bir işi görəndə ona yəni bismillah demək. Bundan yorulmaq lazımdır. Bu insanı yormaz inşallah. Hər dəfə. Bunu mənə ver, bismillah deyilən. Oğlum bismillah deyil, qızım bismillah deyil. Götürdü, bismillah. Bunu apar ora qoy. Al bunu, sağ əlindən götür. Bu əlindən götür, bu əlindən götür. Bismillah deyil, apar ora qoy, bismillah deyil. Hər bir işi görəndə bismillah deməyə alışdırırsan. Sağla, məsəl üçün, almağı, sağla verməyi, ondan sonra salamlaşma ədəblərini yavaş-yavaş öyrətirsən. Gələn adama, məsəl üçün, nə cür davranmağı, ona, yəni ki, necə salam verməyi, əlhamdülillah, dəfələrlə dedikcə, onun dili formulaşır. Əssəlamu aleykum. Əssəlamu aleykum. Əvvəlcə salam verməyə öyrətirsən. Sonra salam almaq öyrətirsən, yavaş-yavaş. Sonra uşağı, yəni ki, həddindən artıq, hədləri öyrədirəm deyə və yaxud da, məsəl üçün, deyək ki, ona nəyisə qadağan eləyirəm deyə uşağın üstünə həddindən artıq qışqıraraq və həddindən artıq baskı yaparaq ona, yəni uşağı pisikdirmək olmaz. Onu yalana sürükləməkdir. Uşaq nadinc olar. Əlindən nəyisə salar, qırar və yaxud da nəsə. Sözsüz ki, ona nəzarət eləmək lazımdır. Əgər bir
nəsə bir nadinclik elədi, bir pislik elədisə, onun üstünə hücum eləyib, onu qorxunç şəkildə, məsəl üçün, ona hücum eləyərsənsə, sən mi elədin bunu? Yox, mən eləmədim. Elə oradan başlayır. Uşaq bir nadinclik elədisə, gözəl şəkildə götürsən. Bunu sən mi elədin oğlum? Maşallah, sən mi elədin? Ən birinci ona vərdiş elətdirirsən ki, elədiyi nadincliklər, elədiyi pislikləri boynuna alsın. Etiraf eləsin, gözəl şəkildə. Çünki uşaq qanmır, hələ məsəl üçün o elədiyi pisliyin xarakterini bilmir. Nədir deyə? Yəni, nadincliyin. Onu pislikdirmək olmaz. Onu nə qədər məsələn sıxıntıya saldınsa, bilsə ki, döyüləsidir, cəzalanasıdır. Yalan danışacaq. Görüblərsə heç. Görməyiblərsə mütləq yalan danışacaq. Və yaxud da uşağın nəfsi istədiyi şeyləri gizlində eləyəcək. Və soruşanda da deyəcək ki, yox, mən bilmirəm. Ona görə də uşağı doğru danışmağa öyrətmək lazımdır. Hətta doğru danışanda mükafatlandırmaq lazımdır. Uşağın alnından, başından öpmək lazım. Maşallah. Gördün, oğlum doğru dedi. Gördün, qızım doğru dedi, maşallah. Yalan danışmır. Buna çox diqqət eləmək lazım. Buna çox diqqət edin bu şeylərə. Uşağın tərbiyəsində ananın buraxdığı səhvlər, xatalar. Çox zaman, yəni uşağın tərbiyəsində görürsən ki, ana belə bu işin, tərbiyə məsələsinin əhli olmadığı üçün böyük xatalar buraxır uşağın tərbiyəsində. Birinci nədir? Birinci odur ki, uşağın üstünə qışqırmaq, onu səsə öyrətmək. Uşağın üstünə qətiyyən qışqırmaq olmaz. Bunu həm məsəl üçün psixi cəhətdən bu qadağanlı olmaz. Çünki məsəl üçün onun əsəblərini pozur, o qorxur uşaq. Onda müəyyən xüsusiyyətlər əmələ gəlməyə başlayır. Sonra deyirlər ki, uşaq səksənir, qorxur, gecə durur ağlayır və o ağlayacaq da. Ondan sonra uşağın üzərinə qışqırdıqca artıq qulağı səsə öyrəşir. Uşağa heç nəyi başa salınmır. Niyə bunu eləmək lazımdır, niyə bunu eləmək lazım deyil? Və yaxud da sus, səsini kəs. Uşaq bir söz soruşanda hələ qarğışlar demirəm. Canım yansından tutmuş, nə bilim, nələr. Qətiyyən uşağın üstünə diqqət edin, qətiyyən qışqırmaq olmaz. Uşağı səsə öyrətmək olmaz. Siz təsəvvür edin ki, bunu bir vaxt çərçivəsində salsaq, bugün məsəl üçün deyək ki, belə mənim danışdığım kimi qışqırır, belə bir aydan necə qışqırmalıdır? Ona mütləq mikrofon lazımdır ki, bir 5 dəfə, 10 dəfə artıq qışqırsın ki, ona təsir eləsin. Bəs bir ildən sonra necə qışqırmalıdır? Əgər səslə məsəl üçün nəsə eləyəcəksə, siz təsəvvür edirsiniz. O da artıq o səsi heç bir şeyə, çibin vızıltısına da saymır. Milçək vızıltısına da saymır. Səsə öyrəşir, artıq ana qışqırır, o da uşaq da öz işindədir. Dəymə dedim, məsələn, onu götürmə, ora getmə, bura gəl. Onu ilk addımlardan, uşağın hərəkətləri, davranışları, müəyyən qədər, məsəl üçün, həddən çıxan momentlərdə onu yığışdırmaq lazımdır. Ona hədlərə, çərçivələrə salmaq lazımdır. Uşaq artıq civə kimi hərəkət eləyəndən sonra onu qışqırıb, haray həşirlə onu saxlamaq mümkün deyil. Çox ciddi olmaq lazımdır. Anaların ən böyük buraxdığı səhvlərdən həmişə rast gəldiyimiz odur ki, övladını, yəni ki, qarğıyır. Qarğışlar, dəhşətli qarğışlar. Hətta möminət bacılardan belə övladlarını qarğıyır. Yəni, dili vərdiş eləyib, adi şeylərə sahib. Halbuki, valideyn övladı üçün ən gözəl duaları eləməlidir. Ən gözəl duaları eləməlidir. Da bu bəllidir. Bu böyük bir xatadır. Böyük bir xatadır. Buna qətiyyən yol vermək olmaz. Bunlara hamı evdə ata, ər nəzarət eləməlidir. Ki, ola bilsin ki,
gəldiyi yerdən ana bu vərdişləri gətirib bura tərk eləyə bilmir. Amma ciddi şəkildə övlada qarğımaq qətiyyən olmaz. Qarğış eləmək. Sonra uşağı aldatmaq. Məsəl üçün deyək ki, özünə qulaq assın deyə, ona müəyyən şeyləri vəd eləyir və yaxud da deyək ki, anaya tabi olsun deyə, özü deyən eyləsin deyə, müxtəlif şeylərlə başını aldadır. Sonra da uşaq gözləyir ki, nəsə buna verəsidir, nəsə vəd elədiyi şeyi yerinə yetirəsidir, ortada bir şey yoxdur. O ananı övlad sevməz. Yəni ki, övladını aldadan ananı övlad sevməz. Qətiyyən olmaz. Ona ən yaxın olan, fitri sevgi ilə sevdiyi ana, əgər məsəl üçün başlanğıcda uşağına yalan danışırsa, onu aldadırsa, siz təsəvvür edin, bu elə bir məktəbdir. Yalançılığa, şeytan əməllərinə bir başlanğıc, bir girişdir. Qətiyyən olmaz. Yəni, uşağı nədənsə çəkindirmək üçün və yaxud da nəyəsə cəlb eləmək üçün uşaq qətiyyən aldatmaq olmaz. Ona yalan danışmaq qətiyyən olmaz. Ümumiyyətlə, bu, yəni ki, bunun sünnədə yeri məlumdur. Yalan danışmaq. Cəza və mükafatlar. Bəzən uşaqlar olduqca hiləgər olurlar. Uşaqların ağlayışları, hətta ən məşhur artistlər belə uşaqlar kimi ağlaya, uşaqlar kimi davrana bilməzlər. Çünki Allah Subhanahu taala onların zəifliyinə görə, onların yəni ki, çarəsizliyinə görə onlara o xüsusiyyəti verib. Onlara o xüsusiyyəti verib və onların silahıdır. Ağlamaq, sızlamaq, belə, necə deyərlər, özlərini yazıq göstərmək, məsəl üçün də onların silahı. Ona görə uşaqlar məsəl üçün deyək ki, ağlayanda, yaxşı, ağlama, gəl. Əvvəl vermirdin, indi verirsən. Ay bala, sənə olmaz səpki həkim qadağan eləyib, səpəcəksən. Uşaq ağlayır, özünü yırtır, yerə yıxıldı, nə bilim, başını divara vurdu, yaxşı, gəl. Məsəl üçün, bir dəfə görür ki, bu belə eləyəndə deməli, hər şey həll olunur. Uşaq yolunu tapdı. Birinci dəfədən, yəni ki, bunu nəzərə almaq lazımdır ki, uşağa, yəni ki, o istədiyini eləmək üçün imkan vermək olmaz, qətiyyən. Uşağı, məsəl üçün, deyək ki, sevdiyi şeylərdən məhrum eləmək. Məsəl üçün, deyək ki, uşaq qanmır. Uşağın sevdiyi şeylər olur. Hər ailədə sevdiyi bir şey olur. Yeməkdə, içməkdə və yaxud da onun rahatlığında, əyləncəsində, oyunlarında və s. Əgər, məsəl üçün, uşaq həddi aşırsa, qulaq asmırsa, sən onu ondan məhrum edirsən və başa salırsan ki, bax, sən ona görə məhrum oldun ki, ona görə səni məhrum edirik ki, bax, bunu eləyirsən və yaxud da bunu eləmirsən. Belə. Cəzalandırmaq da, məsəl üçün, deyək ki, uşaqları qətiyyən vurmaq olmaz. Uşaqları qətiyyən vurmaq olmaz. Bir qardaş deyir ki, qardaş, nətər vurmayıb? Axı, belə həddini aşır. Və sən o həddə gətirmirsən onu, artıq ondan sonra sən vursan da ona xeyri yoxdur. Elə əvvəlindən, yəni ki, tərbiyə eləmək lazımdır ki. Burada çox, yəni ki, təsir edici amillərdən ailədə atanın yerinin seçilməsidir ailədə. Məsəl üçün, ana öz davranışlarında, öz hərəkətlərində, ərə qarşı, deməli, münasibətlərində atanın yerini üstün tutur. Ona itaətkarlığını nümayiş elətdirir uşağın yanında. Bu zaman yəni seçilən, o üstünlüyü zahir olan, görünən ata övlad tərəfindən də hörmət olunur. Ataya övlad tərəfindən də hörmət olunur. Mütləq. İnşallah, yəni ki, söhbətin ardında ona gələcək. Mütləq bu şeylərə diqqət eləmək lazımdır ki, zövcə
ərin yəni ki, üstün yerini mütləq göstərəcək. Ona görə də məsəl üçün, bəzən, bax, səni ataya şikayət eləyərəm, deyəndə artıq, uşaq özünü yığışdıra bilsin. Biz gəldik deməli, dil açılan müddətdən hardasa 2 yaşlarından belə deyək ki, təxminən, uşağın, övladın tərbiyəsi haqqında yəni bu əsas, tərbiyədə əsas şeydir. Uşağın bir müsəlman bir övlad kimi böyüməsi üçün əsas şeydir. Ona görə diqqət edin burada. Övladların tərbiyəçisi əsasən anadır. Anadır. Ana nə qədər məsəl üçün İslami tərbiyə almışsa, ana nə qədər məsəl üçün İslami tədris almışsa, övladını bir o qədər o səviyyədə öyrədə biləcək inşallah. Dili açıldıqda ana ona kiçik surələri əzbərlədir. Məsəl üçün, ən birinci nədən başlayır? Əuzu billahi. Bütöv demir. Dəfələrlə təkrarlayır. Əuzu billahi başlayır. Əuzu billahi minəşşeytanirracim. Minəşşeytanirracim. Ondan sonra 2 yerə ayırır, xırdalayır, tək-tək kəlmələrlə deyir. Dəfələrlə, yüzlərcə dəfə, ta dili öyrəşinəcək qədər. Çünki uşaq danışmağa həvəskardır. Hətta anasının dediklərini nə danışsa belə təkrarlayır. Ona görə durmadan, yorulmadan, usanmadan, bezmədən, yəni ki, surələri öyrətmək lazımdır. Bir surənin, məsəl üçün, bir ayəsini öyrətmək. Qul huvallahu əhəd. Bunu dəfələrlə. Qul huvallahu. De, balam de. Qul huvallahu. Qul huvallahu. Bundan ötürü xüsusi olaraq oturmaq, parta, yazı taxtası heç bir şey lazım deyil. Ətəyindən tutub, uşaq ananın ardınca fırlanır. Hara gedir? Ondandır, evdə. Ana da durmadan bunları təkrarlayır. Durmadan təkrarlayır. Ta ki bir surəni əzbərləyir. Bir surəni əzbərləyəndə ona xəbər verirsən ki, bir surə bitdi. Və ona demədən bir hədiyyə verirsən. Balam, bunu nəyə görə verdin bilirsənmi? Sən Allahın kitabından bir surə əzbərlədin. Maşallah. Bax, al. Bu sənin hədiyyən. Hədiyyə, yəni ki, orada onun qiymətli olması vacibdir. Və çalışmaq lazımdır ki, o qədər qiymətli. Onun uşağın xoşu gələn, amma ucuz. Çox ucuz hədiyyələr. Orada hədiyyənin böyüklüyü və yaxud da dəyəri, qiyməti əsas deyil. Əsas odur ki, görür ki, ana onu dəyərləndirir. Hətta, məsəl üçün, deyək ki, bəzi metodlardan, əzbərləmə metodlarından istifadə edir. Məsəl üçün, deyir ki, deyə biləndən sonra, məsəl üçün, qul huvallahu əhəd, dedi mi? İndi, balam, bunu bir 30 dəfə de, görün bacarırsan mı? De, mən sayıram. Bu da sayır, 20 dəfə, 30 dəfə dedi, əlhamdülillah, ard-arda, Bunu deyəndən sonra, ard-arda dedikcə, uca beyninə həkk olundu. Bu, ömürlük bunundur da. Bu, heç vaxt onun beynindən silinməz. Ağappaq kağızda təsəvvür edin ki, ora ən qatı bir mürəkkəblə onu yazdı. Pozulmayacaq bir mürəkkəblə. Gözəl şəkildə. Sonra o bir ayəti öyrətir və onu da dəfələrlə təkrarlatdırır. Dili uyuşandan sonra deyir, indi sən bir 50 dəfə bunu təkrarlə, balam. 50 dəfə təkrarlə, mən sayıram. 1, 2, el yoxdur, saysın. O deyir, bu da təkrarlayır. Həm saymağa öyrənir. Təsəvvür edin. 1, 2, 3, 4, 5. O deyir, bu anası məsəl üçün sayır. Belə. Ana
kamil bir tərbiyəçi olmalıdır. Artıq onun bir nömrəli vəzifəsi olmalıdır, övladın tərbiyəsi. Məsəl üçün, bu belə baxanda bir iş deyil. Uşaq, yəni ki, tam şəkildə anaya bağlı, ananın ardınca gəzməlidir. Ana ilə birlikdə olmalıdır. Məsəl üçün, yemək yedizdirir, yemək yedizdirir. Bismillahdir. Məsəl üçün, qaşığı ağzına aparmamışsan, yeməyi məsəl üçün ağzına qoymamışsan. Balam, bismillahdir. Hə, bismillah. Qoydu ağzına, sonra bismillahdir. Yəni, bismillah, ta öyrəşincə. Ta ki, bu o qədər təkrar olunur ki, hər dəfə bezmədən, usanmadan, ta ki, uşaq artıq vərdiş alıb. Hər dəfə ağzına bir şey aparanda özü artıq bismillah deyir. Ta o qədər vaxta qədər. Bunun vaxtı yoxdur. Bunun həddi yoxdur ki, hə, bu qədər dedim, 100 dəfə dedim, 1000 dəfə dedim. Yox. Ananın ən ümdə vəzifələrindəndir ki, övladı İslami tərbiyə alsın. Budur. Bunun vəzifəsidir. Yemək yedizdirdikdə bismillah deyir. Götürərkən yeməyi sağ əlini vərdiş elətdirir ki, sağ əlini uzatsın, sağ əlindən götürsün. Su içdikdə, təmizlədikdə, ona məsələn paltar geyindirdikdə sağ tərəfdən geyinməsini, bax, birinci bu qol, bu sağ tərəfi geyək. Hə, bismillah dedi, geyindirdi və s. Onu yatızdırarkən hər daim, məsəl üçün deyək ki, başının üzərində yatmaq duası. Bismikəllahumma əmutu və əhyə. Bismikəllahumma əmutu və əhyə. Hər dəfə yatıranda uşaq qulağına bu sözü eşitsə, artıq ona bir neçə dəfədən sonra görəcəksən ki, özü əzbərləyir. Və onu yuxlatmaq üçün gözəl şəkildə, eyb yoxdur, çox da uca olmayan bir səslə Qur'andan bildiyi ayələri oxuyacaq. Qur'andan bildiyi ayələri oxuyacaq. Həm özü üçün təkrar olar, həm məsəl üçün gözəl Allahın ayələrini təkrar edir, oxuyur, həm də uşağın qulağı Allahın ayələrini eşidir. Əlhamdülillah. Və bir də görəcək ki, özü də həmişə eyni şeyləri oxumaq lazımdır ki, qoy əzbərlətmək məqsədi ilə. İxlası oxuyur. Durmadan ixlası oxuyur. Uşaq artıq bir dəfə görürsən ki, özü başladı oxumağa. Sən ananın zümzüməsi ilə özü başlayır, o ilə bərabər təkrarlayır. Əlhamdülillah. Hər bir duanı, məsəl üçün, əzbərlədikcə, məsəl üçün, deyək ki, evdən çıxarkən, 3 yaşıdır, 2-3 yaş arasıdır, evdən çıxarkən, ayaq yoluna girərkən, yenə dedim, yemək yiyib qurtardıqdan sonra duanı oxu, yuxudan durarkən oyandı, durdun yuxudan, Elhamdülillahillezî əhyânə bə'dəmə əmətənə və ileyhin nuşur. Gözəl şəkildə sakitcə. Bismillah, təvəkkəltü aləllah. Məsələn, evdən çıxır. Ayaq yoluna girir. Allahümme inni əuzu bikə minəl xubuthi vəl xəbais. Oxudu, ondan sonra ayaq yoluna apardı. Və s. Bunların hamısını, sözsüz ki, ana bunları bilərsə, nə gözəldir. Bilməzsə də, işin ən çətini orada başlayır. Əvvəlcə ananı öyrətmək lazımdır. Uşağın hardasa 3 yaşlarında artıq ağlı kəsməyə başlayanda evdə bəzi məsələlərə, məsəl üçün deyək ki, münasibətini formalaşdırmaq lazımdır. Bayaq dedim ki, ərin üstün yerini, atanın üstün yerini mütləq evdə göstərməyə lazımdır. Çünki balaca uşağın, 2-3 yaşlarında olan uşağın fikrinə, zehninə Allah subhanahu teala'nı salmaq, onu anlatmaq mümkün deyil. Atanın, necə deyərlər, ailədəki böyüklüyünü anlatırsan. Və artıq onun fikrində bir təbəqələşmə gəlir tanıdığı insanlar. İnsanların arasında böyük olan kim? Atadır. Ata çox ciddidir, hamı ona hörmət eləyir evdə. Ana o gələrkən qapının ağzına getdi, onu salamladı, ona gülümsədi həmişə. Xoş gəldin, selamun aleykum, buyur. Ver, paltonu soyundurum. Gəl, çay hazırlamışam və s. Amma əksi olanda artıq ata
uşağın gözündə, yəni anadan da aşağı düşür. Məsəl üçün deyək ki, ata deyir ki, mənə bir stəkan çay ver. Əlimdə işim var, özün süz iç, məsəl üçün. Qapını ört, mən iş görürüm, özün ört. Və salam, elə bunlar bəsdir. Hətta ananın, məsəl üçün, ananın ərə baş üstə deməsi, baş üstə deməsi belə yerlərdə hətta çox lazımdır. Çox lazımdır. Uşaq artıq görür ki, sayğı, hörmət, yəni ki, ana tərəfindəndir. Yəni, övladın böyük saydığı ana tərəfindən də ataya hörmət olunur. Ata üstün tutulur, böyük tutulur. Uşağın fikrində ataya qarşı başqa cür fikirlər oyanır. Ana bəzən, məsəl üçün, təşvişə düşür. Özünü göstərir ki, yəni ki, əlbəttə ki, bəzi məsələlərdən. Gələcək, məsəl üçün, deyək ki, Həsən gələcək, indi, neynədik, oğlum, balam, bax, gördüm buralar, indi ata gələcək, bizə acıqlanacaq, bax, uşağa belə fikirlər təlqin edirsən ki, ata gəl, indi, bax, buralar nə gündədir, gəl, yığışdıraq, bala, indi ata gəlir, xörək pişirməmişəm, vay, görək, subhanallah, xörək pişirməmişəm, indi ata gəlir, tez, görür ki, atadan ötürü ana təşvişə düşür, bu uşağın tərbiyəsidir. Ata da gələndə, yəni ki, çox ciddi olmalıdır ailədə və özünün o müəyyən qədər, məsəl üçün, səviyyəsini mütləq göstərməlidir. Yüngül sözlər, ondan sonra, məsəl üçün, yersiz zarafatlar, yaxud da hər hansı elə olmalıdır ki, sözsüz ki, atanın özünün yeri olmalıdır. Oturduğu yer olmalıdır. Hətta, məsəl üçün, ana, hər kəsin bir yeri var özünün evində. Bu vərdişdir. Məsəl üçün, deyir ki, ata burada oturur, bu divanda, bu yerdə oturur. Uşağa deyir ki, oğlum orada oturma, atanın yeridir. Məsəl üçün də, bu elə bir şey deyil. O ataya təsir. Amma uşağın tərbiyəsi üçün, bu ata sayılır, bunun yerində də oturmaq olmaz. Məsəl üçün, uşağa vərdişlər öyrətirsən və atanın, necə deyirlər, böyüklüyünü ona bildirirsən. Yoxsa, yəni ki, adi qayda ilə desən ki, bu sənin valideyindir. Allah subhanətələ deyir ki, onlara belə hörmət elə, ikram elə, onlara uf demə, o onun qanan şeydir. Ana bu cür, yəni ki, atanın üstün yerini, əlhamdülillah, yəni ki, övlada başa salır, anlatır, tətbiqi şəkildə göstərir. Uşağa, məsəl üçün deyək ki, bir iş tapşırarkən, ciddi şəkildə o işi yerinə yetirincəyə qədər, ən gözəl yerinə yetirincəyə qədər üstündə durmaq lazımdır. Ta ki, məsəl üçün, elə ən ciddi şəkildə, ən yüksək səviyyədə, yəni ki, bacardığı qədər, yerinə yetirincəyə qədər onun üzərində durmaq. İş tapşırdın mı? Üstündə durmaq lazım. Birinci, ona məcbur eləmək lazımdır. Xoş, gözəl, məsəl üçün deyək ki, onu biraz təhdid eləyərək, hədələyərək və s. əgər eləmirsə. Və eləyəndə də başdan ötürü eləməsin. Bu, uşağın məsuliyyətli olması üçün çox vacibdir. Məsələn, öyrətdiyin şeyləri, hər hansı bir davranışları başdan ötürü eləməsinə ciddi şəkildə yol vermək olmaz. Diqqət edin buna. Uşaqda, məsələn, məsuliyyətsiz yaranmasın. Ən, məsəl üçün deyək ki, hərəkətlərini, ən belə deyək ki, dəyərsiz hərəkətlərini belə, davranışlarını belə ciddi şəkildə, tam kamil şəkildə yerinə yetirməsini tələb eləmək lazımdır uşaqdan. Olmadı. Elə. Rasulullah sallallahu aleyhi ve sellem məsəl üçün bir nəfərin namaz qıldığını gördü. Dedi, qalx namaz qıl. Sən namaz qılmadın. Qalx namaz qıl. Təzədən dururdu. Yəni ki, o səcdəsini, rukuunu, qiyamını tam yerinə yetir. Bu tərbiyə idi bu. İnsanlar da baxırdılar orada. Sahabalar görürdülər onu. Təzədən qıldırdı. Bu adam qıldı. Amma dedik, sən namaz qılmadın. Dur, qalx namazın qıl. Uşaq görür ki, özünün üzərində bir nəzarət var. Uşağa məsəl üçün deyək ki, hər hansı bir şeyi vəd eləyəndə, uşağı hədələyəndə dedin, birincisi demə. Hər hansı bir şeyi, məsəl üçün, uşağı hədələmə. Desən ki, məsəl üçün, gələndə ataya deyəcəm, səni cəzalandırsın.
Sonra da ya yadından çıxır, ya da demir. İkinci dəfə deyəndə uşağın yadından çıxır. Bayaq da demişdi də. Deməyəcək. O da ata da gəlir, heç bir şey eləmir. Lap ən azından ana məsəl üçün deyir ki, bax, oğlum və yaxud da qızım belə bir şey elədi. Gəl bura, otur yanımda. Əvvəlcə onu tərifləmək lazımdır. Bəs mən dostlarımın, qardaşlarımın yanında deyirəm ki, mənim belə ağıllı qızım var, mənim belə əxlaqlı, ədəbli, gözəl övladım var, mənim belə oğlum var və s. və s. Anam sənin haqqında belə şeylər danışır. Məni utandırmır. Doğrudan mı sən belə şeylər eləyirsən? Belə şey olmaz. Və s. Yəni ki, onu ədəbləndirir, başa salır. Yoxsa ki, məsəl üçün deyək ki, ona deyildi, uşağa məsəl üçün söz verildi, olmadı. Eləcə mükafatlandıranda da həmçinin. Bunu elə, sənə bunu verəcəm. Bu işi gör, sənin üçün bu hədiyyəni alacam, sonra da almır. Bunlar da uşağın psixologiyasına çox pis təsir edir. Görür ki, anası və yaxud da atası yalancıdır. Artıq burada hansı ədəbdən, hansı əxlaqdan danışmaq olar? Qətiyyən olmaz. Əgər demirsənsə, elə sözdür ki, onu eləyə biləsən. Və yaxud eləyəsən. Eləməyəcəyin şeyi demə. Birincisi. Dedinsə, mütləq onu yerinə yetir ki, atam nəyi deyirsə, onu eləyir. Cəzalandırmaq deyirsə, desən ki, bax, bunu eləsən, sənə 3 dənə çubuq vuracağım, sonra da vurmasan, əssalam. Onu demə. Əgər demirsənsə, onu cəzalandırmaq lazım, mütləq. Uşaq artıq hər hansı bir məsəl üçün özünün nəfsi istədiyi bir hərəkəti eləyərkən fikirləşir, eləyim, eləməyim, ata birdən deyir. Yox, bayaq da dedi ki, döyəcəm, vuracam, 5 dənə çubuq vuracam, heç nə eləmədi. İşimi görüm. Vəssalam. Uşağın psixologiyasında görür ki, ciddiyyət yoxdur. Ciddiyyət yoxdur. Əsas məsələlərdən biri 4 yaşında, artıq 4-5 yaşlarındadır uşağın tərbiyəsində. Artıq uşaq təmiz yaşına çatır və uşağın xarakteri formalaşır 4-5 yaşında. Yadınızda saxlayın. Uşağın ədəb və tərbiyəsi bitdi. Yadınızda saxlayın 4-5 yaşında. Bəzilərində zahir olur, üzdə görünür, bəzilərində isə heç bilinmir. İçəridə qalır uşaq, gizlənir onu. Və o, məsəl üçün deyək ki, böyüyəndən sonra o xüsusiyyətlər, o xarakterlər üzə çıxır bəzən. Ona görə də, bax, bu danışılan şeyləri çox diqqətlə, yəni ki, yerinə yetirmək lazımdır. 4-5 yaşlarında. Artıq 6 yaşlarında uşağın Allahın kitabını oxuması üçün, Allah Subhanahu Taala'nın əmrlərinin yerinə yetirməsi üçün artıq ona bəzi anlayışları öyrətmək lazımdır. İbadətlərdə yanında saxlamaq, onların bəzi qaydalarını, şərtlərini, rukunlarını öyrətmək lazımdır. Onu davamiyyətli şəkildə buna yəni ki, təlqin eləmək və onu vərdişlər halına gətirincəyə qədər yanından buraxmamaq lazımdır. Ondan sonra 6 yaşında artıq uşağı gözəl bir müəllimin yanına qoyaraq onu, yəni ki, ona Quranı öyrətmək lazımdır. 6 yaşında artıq o yavaş-yavaş Quranı oxumağı öyrənməlidir. Və həqiqətən uşağımız üçün, övladımız üçün nə qədər canımız yanır. Yəni ki, bir insanın qəlbindən, ürəyindən, fitrətindən gəlir. Bu sevgi, övlada qarşı sevgi Allah Subhanahu Taala insanı içərisinə qoyub. O xəstələnərkən nə qədər hüzünlənir, nə qədər kədərlənirik. Yəni ki, uşaq əziyyət çəkir. O əlil ola bilər. O, deyək ki, xəstələnər, pis hallara düşər. Və yaxud da, məsəl üçün, deyək ki, filankəsin uşaqları, qonşunun uşaqları, yaxınlarımın uşaqları belə giyinirlər, qoy bu da giyinsin. Və yaxud da, məsəl üçün, deyək ki, filankəs hər gün evinə, məsəl üçün, deyək ki, meyvə aparır, yaxşı şeylər, məndə alın. Bunlar hamısı insan bacarsa da, bacarmasa da içərisindən keçir. Bacaranlar eləyir, bacarmayanlar da arzulayır, istəyir uşaq üçün. Amma bir valideyn öz övladının
Allahın kitabını oxuması, gözəl şəkildə oxuması üçün bunlardan da artıq çaba göstərməlidir, çalışmalıdır. Ona görə də ən birinci şəkildə, yəni ən birinci şəkildə onu ən əvvəl bir gözəl bir müəllimin yanına qoyub, yenə deyirəm, ona Quranı öyrətməlidir. Və Quranı öyrətərkən öz başına buraxmayacaq. Müəllimlə məsləhət edəcək. Ondan proqram quracaq. Övladıma, yəni ki, hansı deməli, metodla Quranı öyrədək. Neçə gün dərs alsın. Nə cür tərtiblə hərəkət eləsin. Nə qədər vaxa, məsəl üçün, nə qədər şey öyrənəcək və s. Ondan sonra onun dərslərində iştirak edəcək mütləq. Diqqət edin. Müəllimlə əlaqə saxlayacaq. Necə oxuyur deyə. Ondan sonra uşağın, məsəl üçün, həvəsləndirilməsi üçün müəllimlə danışıb, məsəl üçün, müsabiqələr təşkil edəcək ki, uşaqlar həvəslənsinlər. Qur'an-ı Kərimin, yəni ki, müəyyən həddə çatdıqdan sonra, əlhamdülillah, yəni ki, onu evdə də, yəni ki, evdə də nəzarət eləmək. Ananı bu işə məsul eləmək. Daim onun müəllimin verdiyi dərsləri, nəzarət eləyib, ona təkrarlatmaq, onun verdiyi tapşırıqları yerinə yetirməsini ən birinci müəllimdən əvvəl, yəni ki, evdə qəbul eləmək uşaqdan. Hazırlaşdırıb, hazır səviyyədə. Onlara mütləq nəzarət eləmək lazımdır. Ən birinci dedik ki, 6 yaşında müəllim. Müəllimin yanına qoymaq. Bundan ötürü gözəl bir müəllim seçmək lazımdır. Necə ki, məsəl üçün, deyək ki, övladımız üçün deyirlər ki, filan yerdə riyaziyyat müəllimi var, kəllədir, dəhşət bilir, onun yanına qoyacaq. Deyirlər, 50 manat verir. Olsun da, 50 manat olsun. Yoxdur, yaxşı müəllim. Filan yerdə ingilis dili müəllim var. Onun yanına qoyur. İdman müəllimi. Bu il cüdoya gedib, o bir il taekvondoya qoyur, o birisi il güləşə qoyur, o birisi il ora qoyur, üzgüçülə qoydu, oradan çıxartdı, ora qoydu, buradan çıxartdı, bura qoydu, o müəllimin yanına, bu müəllimin yanına. Oğlum güclü olsun, oğlum savadlı olsun, oğlum məsəl üçün, qızım belə olsun, belə olsun. Bəs bunun dini necə olacaq? Bəs Allah Subhanahu Taala'nın məsəl üçün kəlamları necə olacaq? Ən gözəl müəllimi kim axtaracaq? Bir gözəl bir müəllim seçmək. Birinci iş odur. İkinci, müəllimlə məsləhət edərək proqram qurmaq övlad üçün. Ki, müəyyən bir zaman zərfində uşaq nə öyrənəcək? Bunu bilmək, müəllimdən və övladdan bunu tələb eləmək. Ondan sonra uşağın ardıcıl şəkildə dərsə getməsinə nəzarət eləmək və bunun səmərəsini, dərsin səmərəsini yenə də müəllimdən və tələbədən, yəni ki, uşaqdan tələb eləmək. Dərslərə ciddi nəzarət sistemi qurmaq evdə. Ananı, yəni ki, bu iş üçün qaldırmaq və ondan tələb eləmək, mütləq. Proqramı özü quracaq. Və hər gün, yəni ki, nə cür oxutduracaq, hansı vaxtları oxutduracaq, uşağı təkrar necə elətdirəcək, ondan nə cür təhvil alacaq və s. Uşağın zəif oxumasına görə onu cəzalandırmaq müəyyən qədər. Oxumamasına, zəif oxumasına görə və yaxşı oxumasına görə onu mükafatlandırmaq. Kiçik hədiyyələrlə onu yəni ki, mükafatlandırmaq lazımdır. Sonra 7-ci gəldi. Yəni, müəyyən vaxtlarda, təşkil olunmuş müəyyən vaxtlarda müsabiqələr təşkil etmək və uşağın, yəni ki, övladın gözəl şəkildə öyrəndiklərini tətbiq edib, onları təkrar edib, yadında saxlaması üçün zəmin yaratmaq.
bayaq dedik ki, ananın böyük rolu var. Ananın böyük rolu var. Evdə övladın tərbiyə olunmasında, İslami tərbiyə almasında ananın böyük rolu var. Bir dənə hekayə danışacağım. Yəni, bildiyim kimi, yəni bir kitabdan oxuduğum, bir qardaşımın mənə verdiyi bir broşurkadan oxuduğum bir hekayəni sizə danışacağım. Elm tələbələrindən biri, yəni Qur'an-ı Kərimdən bir ustaz şeyxdən dərs alan, Qur'an müəllimindən dərs alan tələbələrdən birinin danışdığı bir hekayədir. Günlərin bir gündə deyir, şeyximizlə birlikdə Qur'an halqasında oturmuşduq. Məscidə bizim halqamızın yanına ədəblə bir 9 yaşında olar bir oğlan uşağı gəldi. Və sakitcə durub şeyxin sözünün qurtarmasını gözlədi. Ondan sonra icazə istəyərək müraciət etmək üçün icazə istədi. Dedi ki, şeyx, olar mı mən də sizin halqanızda iştirak edeyim? Halbuki o halqada oturanlar hamısı Qur'an hafizləri idi və Qur'anın qiraətlərini öyrənirdilər. Yəni ki, yüksək səviyyəli tələbələr idi. Yəni ki, biz deyir, dönüb balaca uşağa baxdıq və gülümsədik ki, yəni bura sənin yerindir. Şeyx təbəssümlə uşağa dedi ki, oğlum, sən Qur'an-ı Kərimdən bir şeylər bilirsənmi? Dedi, bilirəm. Dedi, cüz əmmədən, məsəl üçün, Nəziət surəsini deyə bilərsən. Çox gözəl şəkildə deyir, səlis bir şəkildə Nəziət surəsini oxudu deyir. Dedim, Təbarəkə cüzdən bir şey bilirsənmi? Dedi, bilirəm. Filan surəni bilirsən, bilirəm. Filan surəni, Qiyaməni bilirsən, bilirəm. Əl-İnsan surəsini bilirsən, İnsan surəsini bilirəm. Sonra dedim, deyir, sən Nəhl surəsini bilirsənmi? Dedi, bilirəm. Oxumağa başladı və mən saxlayana qədər deyir, davam elədi. Ən gözəl şəkildə oxudu. Dedim, deyir, sən Bəqara surəsini bilirsən, bilirəm. Oxudu, deyir, xeyli oxudu, biz də dinlədik, deyir. Axırda soruşdum, deyir ki, sən Qur'anı yəni ki, əzbərdən bilirsənmi? Dedi, bilirəm. Məsəl üçün, deyək ki, uşaqdakı ədəb və tərbiyəyə baxın ki, elə əvvəldən soruşanda demədi ki, şeyx, mən Qur'anı əzbərdən bilirəm, demədi. Dedi ki, şeyx dedi ki, sabah və yaxud da hər hansı bir vaxt təyin elədi və dedi ki, valideyninlə birlikdə gələrsən, atanla birlikdə gələrsən. Təyin olunan vaxtda biz dərsdəykən bir də gördük, deyir, yəni zahiri görkəmindən heç də sünnənin əlamətləri olmayan bir kişi ilə bu gəldi. Uşaq gəldi, şeyx baxıb belə təəccübləndi, deyir buna. O kişi dedi, deyir, mənim zahiri əlamətlərimə baxıb, yəni təəccüb eləyirsən, eləmi? Dedi ki, deyir, mən səni daha da təəccübləndirim mi? Dedi, şeyx bunun üzrə baxır. Dedi, mənim bir dənə də oğlum var. O da Qur'an hafizidir. Bunun kimi. Deyir, mən səni biraz da yəni təəccübləndirim mi? Dedi, bunlardan kiçik 7 yaşında oğlum var. O da hafizdir. Dedi, mən səni biraz da təəccübləndirim. Mənim, dedi, 4 yaşında qızım var. Cüz əmməni əzbərdən bilir. 4 yaşında. Şeyx özünü saxlaya bilmədi. Dedi, Subhanallah, Barakallah, Təbarakallah. Dedi, deyir. Dedi, bunlara necə nail olmuşsunuz? Deyir, hamı evlənərkən qadın seçəndə gözəlliyini, fiziki quruluşunu və yaxud da nə isə dünyavi şeylər axtardı. Amma mən deyir, evlənərkən imanını, təqvasını və biliyini axtardım. Və mənim zövcəm yəni ki, övladlarını dil açandan onlara Qur'an ayələrini öyrətdi. Onlara Qur'anı əzbərlətdirdi. Durmadan, məsəl üçün, bir surəni verdi, onlara əzbər verdi və bunun üzərində dayanaraq onları, məsəl üçün, deyək ki, çalışdırdı. Bütün günü, yəni, övladlarının Qur'an əzbərləməsi üçün, yəni ki, vaxtını sərf edirdi. Onlardan, məsəl üçün, deyək ki, kim ən tez surəni əzbərləsə, məsəl üçün, axşam yeməyini, şam yeməyini o təyin edəcək. Şam yeməyinə filan şey bişir deyə. Məsəl üçün. Onlardan hər kim cüzü ən əvvəl təhvil verərsə, deməli, həftə başında gəzməyə, məsəl üçün, harası getmək üçün yeri o təyin edəcək. O təyin edəcəkdir. Deyir, deməli ki, illik
tapşırığı məsəl üçün kim təkrarları və yaxud da əzbərləri kim daha tez təhvil verirsə, səyahətlərə və səfərlərə çıxmaq üçün yeri o təyin edəcəkdir. Beləliklə deyir, yəni ki, mənim övladlarım belə, mənim zövcəm, yəni ki, evdə bunların tərbiyəsi ilə məşğul olan, yəni ki, bir müəllimədir, durmadan. Şeyx dedi, deyir, həqiqətən qiyamət günündə Allah Subhanahu tələnin hesab çəkdiyi gün başına tac qoyulan qadın, bax budur, dedi. Qoyulacaq qadın. Həqiqətən. Allah bütün subaylarımıza belə zövcələr nəsib eləsin. Bizə də çox, yəni ki, diqqətinizi çəkirəm sizin. Bizə də lazımdır ki, bizim övladlarımızı, xüsusən də qız övladlarımızı, bax, bu tərzdə, yəni ki, tərbiyə eləyək. Onlara dinimizi öyrətək, onlara əxlaqı öyrətək, onlara sünnəni öyrətək, onlara Qur'anı əzbərlətək ki, sabah onlar bir ailənin müəlliməsi, bir tədrisçisi olsun. Analar nəsillərin tərbiyəçiləridir. Bir evdən nə qədər yaxşı övladlar çıxırsa, onların tərbiyəçisi anadır. Bilin ki, anadır. Bir evdən nə qədər əxlaqsız, tərbiyəsiz insanlar çıxırsa, bilin ki, oradan, yəni ki, orada tərbiyənin kasıtlığı var, kasıblığı var orada, naqisliyi var. Sözsüz ki, bu ananın üzərində olan mütləq vəzifələr deyil. Bu elə hər şey ananın üzərində. Yox, elə başda duran ata daha çox məsuldur. O şəraiti yaradacaq, ondan sonra nəzarət eləyəcək, daim dua eləyəcək övladları üçün. Ata olduqca məsuldur. Olduqca məsuldur. Mütləq, yəni ki, övladın İslami tərbiyəsi üçün diqqət edin. Proqram qurmaq. Məsəl üçün, yarım illik proqram qurmaq və bunların səmərəsini övladdan və müəllimlərdən mütləq tələb etmək lazımdır. Mütləq tələb etmək lazımdır. Ondan sonra 6 yaşında, 7 yaşında artıq ibadətlərlə tanış eləmək, sünnətlərlə tanış eləmək övladı. Sonra deməli, dünyaya gəliş məqsədini, Allah Subhanahu tələnin insanları yaratmaq qayəsini onlara gözəl şəkildə durmadan anlatmaq, başa salmaq lazımdır. 10 yaşına çatanda, artıq 7-10 yaşlarında artıq atanın mütləq nəzarəti altında və müəyyən vaxtlarda onun yanında olmalıdır övlad. Və bu zaman, deməli, 10 yaşlarına çatdıqca artıq övladların tərbiyəsində yadda saxlamaq lazımdır ki, onların Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, 10 yaşlarına çatanda onların yataqlarını ayırın və namazı tərk elədiklərinə görə onları cəzalandırın, vurun deyir Rasulullah sallallahu əleyhi və səlləm. Bu o demək deyir ki, uşağı buraxasan 10 yaşına kimi, sonra deyəsən namaz qıl. O da desinə, qılmıram, get özün qıl. Belə yox. Bax, o necə ki sadaladıq, belə gələrsə, uşağa heç 10 yaşında namaz qıl demək lazım deyir. Bəziləri deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyib ki, 10 yaşında öyrədin, yəni 10 yaşında öyrədin, 7 yaşında öyrədin deyir. 7 yaşında öyrətmək ona təlim verməkdir. Hələ ondan da əvvəl alışdırmaq lazımdır onu. 10 yaşında isə tərk eləyərsə, bu tərk eləyənlərə aiddir. İnşallah belə tərbiyə görsə, heç vaxt tərk eləməz uşaq. Onların yataqlarını ayırmaq lazımdır. İlla da qız və oğlanların yataqlarını mütləq ayırmaq lazımdır. Mütləq ayırmaq lazımdır. Hətta oğlanların da, oğlan uşaqlarının, qardaşların da bir yataqda yatmasına yəni ki, olmaz. Yəni ki, bunları da ayırmaq lazımdır uşaqlar. Ondan sonra fitri deməli, his və duyğuların qaynadığı, zahir olduğu bir dönəm gəlir. Bu dönəmdə uşaqda olduqca, məsəl üçün, böyük övladda, istər qız olsun, istər oğlan olsun, bunda çoxlu dəyişikliklər baş verməyə başlayır.
Uşaq yəni ki, bir insan kimi, kamil bir insan kimi formalaşmağa başlayır. Həddi buluğa yaşa dolmaq ərəfəsi gəlir. Bu yaşlar hardasa, deməli, 10 yaşla 12 yaş arasında olur. 12, 13 yaşı, 14 yaş. Bu fitri hisslər nədir? Bunları mütləq söyləmək lazımdır, qardaşlar. Bir İslami övladına İslami tərbiyə vermək istəyən insan mütləq bunları bilməlidir. Bəzi şeylərin əxlaq olaraq, yəni ki, ayıbdır deyə söylənməməsi şeytani ədəb, şeytani əxlaqdır o. Şeytan, yəni ki, deyir ki, ayıbdır, belə şeylər söyləmə. Allah subhanahu teala insan nəslinin qiyamətə qədər artmasının, yəni ki, yoluna qoymaq üçün Allahın hikmətidir ki, insanın içərisinə şəhvani hisslər qoyub. Hardasa 12-13 yaşlarında bu hisslər oyanmağa başlayır. Onu yada salmaq lazımdır. Bu zamanlar valideynlər, yəni ki, övladların üzərində daha diqqətlə nəzarət edirlər. Və onların, yəni ki, o fitri hisslərinin qaynadığı vaxtlarda günahlara batmasının qarşısını alacaqlar. Günahlara batmasının qarşısı alacaq. Və onlara özü deyə bilməsə də bəzi şeylər barəsində, bəzi hərəkətlər barəsində, bəzi hallar barəsində, cahillərin elədiyi əməllər barəsində, şeytanın ona öyrədəcəyi şeylər barəsində mütləq, yəni ki, müəyyən qardaşlar, yəni özü həya eləyirsə, müəyyən qardaşlar deyəcək, oğlumu bir yanına çağır, bu şeylər barəsində ona de. Bax, bu belə günahdır, bu belədir, bunu olmaz, bu sünnətə uyğun deyil, buna belə eləmək lazımdır, bunu belə eləmək lazımdır, filan şeydən qusul lazımdır, qusul belə alınır, qusul bu şeyə görə alınır və s. Sonra insanın içərisində fitri hiss və duyğulardan, yəni ki, bunlar eyni vaxtlarda oyanmağa başlayır bəzən. Məsəl üçün deyək ki, bunu, əlhamdülillah, yəni ki, bunu bilməyən yoxdur. Allah subhanahu teala, yəni evlənmək üçün bir qadına qarşı olan his və duyğuları insanın içərisinə qoyub. Buna sevgi, qadın sevgisi deyirlər. Bu yaşlarda zahir olmağa başlayır, oyanmağa başlayır. Bu vaxtlarda diqqət eləmək lazımdır. Yəni ki, belə deyirlər də, elə arasında vurulmaq, aşiq olmaq və s. Və bunların çox diqqətlə izləmək lazımdır. Çünki şeytan bu zaman məsəl üçün o hisslərin, duyğuların qaynayıb coşduğu vaxt onları yoldan çıxarda bilər. Lazımsız insanlara məsəl üçün qoşular. Lazımsız insanlara məsəl üçün deyək ki, münasib olmayan qızdırsa kişilərə məsəl üçün vurula bilər. Oğlandırsa məsəl üçün münasib olmayan qadınlara vurula bilər. Ürəyində, yəni ki, onu məşğul edir və s. bunu yolundan çıxartar. Ona görə onları diqqət eləmək lazımdır. Onların haqqında ciddi tədbirlər görmək lazımdır. Bu zamanlar ümumiyyətlə oğlandırsa atanın yanında çox olması çox məsləhətdir. Qızdırsa ananın yanında daim ana ilə birlikdə olması çox vacibdir. Və daim ona, yəni ki, onun hərəkətlərinə nəzarət eləmək, onu bəzi məsəl üçün hallarında ona yəni bəzi şeyləri anlatmaq, qızların müəyyən məsəl üçün deyək ki, hallarında onu qabaqcadan xəbərdar eləmək, başa salmaq. Ondan sonra bir də üçüncü bir his var, fitri hisslər var. Bunların da məsəl üçün coşub qaynadığı vaxtı, fikirləşdiyi vaxtı. Bunlar insan orqanizmdə, ondan sonra insanın şəxsi həyatında belə ciddi dəyişikliklər törətir. Bu da məsəl üçün insan xəyalpərəstlikdir. İnsan belə deyək ki, fərdi bir həyata qədəm qoymaq ərəfəsindədir. Müstəqil bir həyata qədəm qoymaq ərəfəsində. Allah subhanahu teala onun beynində, şuurunda, onun təfəkküründə tək yaşamaq, gələcəkdə məsəl üçün nə olmaq, kim olacağım, nə eləyəcəyim, gələcəyimi necə quracağım deyə, yəni ki, planlar, beyin inkişaf eləyir, fikirləşir, düşünür artıq. Bu zamanlar səhv yollara düşməsin deyə, yəni səhv şeylər fikirləşməsin, şəxsə, xatalı şeylər, yəni ki,
düşünməsin deyə mütləq onun, yəni onu gözəl, məsəl üçün şeyxlərin dərslərini dinlətmək və sözsüz ki, məsəl üçün deyək ki, əgər bir elm tələbəsidirsə, yəni ki, o hisslər, o 3 hissdən heç birisi ona qalib gəlməyəcək inşallah. Yəni ki, ona zərər verərsə də, məsəl üçün, sıxıntı verərsə, çox az sıxıntılar verəcək. Amma elm tələbəsi deyilsə, elmi öyrənmirsə, yəni ki, necə deyərlər, Allahın kitabını, Rasulullah s.ə.v sünnəsini öyrənmirsə, bir dərs almırsa, mütəmadi, davam etdi dərslər almırsa, sözsüz ki, şeytan ona qalib gələcək. Müxtəlif tərəflərə sürükləyəcək və onu çox bataqlıqlarda bulaşdıracaq. Bunlara diqqət eləmək lazımdır. Çox diqqət eləmək lazımdır. Yəni ki, övladlarımız bizə bir əmanətdir. Həqiqətən bir əmanətdir. Qiyamət günü biz onlardan sorumluyuq. Və bizim yaxamızdan sözsüz ki, qiyamət günündə onlar yapışacaqlar. Məni, məsəl üçün, deyək ki, ata, mənim, məsəl üçün, qızdırmam 37-yə qalxıb deyə, aparmadığın həkim qalmadı. Məni göstərmədiyim, məsəl üçün, təbib qalmadı. Özündə deyirdin ki, onsuz da bədənlərimiz çürüyəcək torpaqda. Amma mənə, məsəl üçün, mənim qəlbimin, ruhumun, necə deyərlər, təzkiyəsi üçün, təmizlənməsi üçün, onun formalaşması üçün heç bir şey eləmədin. Bugün mən burada sorumluyam. Sən niyə bunları mənə öyrətmədin? Ya Rabbi, mən atamdan haqqımı tələb edirəm. Mən haqqımı istəyirəm atamdan. Haqqımı al. O mənə öyrətsəydi, mən belə olmayacaqdım. Mən bu qədər cahil olmazdım. İbadətlərimi yaxşı eləyərdim. Yerli yerində eləyərdim. Sünnətə uyğun eləyərdim. Baxın, bunlar bizə deyiləcək. İstə qızımız, istə oğlanlarımız tərəfindən, qızlarımız tərəfindən, istə zövcələrimiz, əlimizin altında olan, himayəmizdə olan insanlar tərəfindən mütləq bizə deyiləcək. Ona görə, qardaşlar, bu övlad tərbiyəsi, yəni ki, böyük bir mövzudur. Danışdığım şeylər haqqında ayrıca bir mövzular kimi, yəni ki, ayrıca bir mövzular kimi danışmaq olar. Amma ümumən, qardaşlar, sonda və hər birimizə Allah s.ə.v oğlan və yaxud da qız övladları bəxş eləmiş hər bir qardaşa tövsiyə edirəm ki, bugündən, bu dəqiqədən övladların İslami tərbiyəsi üçün düşünün. Onların, məsəl üçün, deyək ki, Allahın dinini öyrənməsi üçün şərait yaratın. Bunun üçün səy göstərin. Bunun üçün tədbirlər tökün. Həqiqətən. Və biz övladlarımızı məclislərdə, hər hansı bir qonaqlıqlarda, qonaq getdiyimiz yerlərdə bəziyib, ondan sonra, necə deyərlər, belə formadan formaya salıb, ən gözəl şəkildə aparırıq, göstəririk. Məsəl üçün, baxın, bu mənim oğlumdur və yaxud da bu mənim qızımdır. Amma qiyamət günündə Allahın qarşısında o valideynlər, insanların burada, insanların qarşısında yox, Allah subhanətələrin qarşısında o valideynlər sevinəcək ki, onlar övladlarına gözəl İslami tərbiyə veriblər. İslamı öyrədiblər, Allahın dinini öyrədiblər, Allahı tanıdıblar, ona itaət eləmək, ona boyun əymək, ona gözəl qul olmağı onlara aşılayıblar, durmadan və bunun üçün səy göstəriblər. Canlarını, manlarını bu yolda xərcləyiblər. Onlar inşallah, qiyamət günü inşallah Allahın izni ilə ən gözəl vərəsə qoyan, ən gözəl miras qoyanlar, istəsə məsəl üçün cəmiyyət üçün, toplum üçün, istəsə məsəl üçün dinimiz üçün ən gözəl miras qoyanlar o insanlardır ki, gözəl övladlar bəxş edib dünyadan köçürlər. Hətta məsəl üçün el arasında bir söz var. Hər hansı bir tərbiyəsizlik, əxlaqsız görəndə o dəqiqə sənin tərbiyə eləyən deyə belə söyürlər. Birinci. Ən birinci. Niyə görə? Çünki Allah subhanətələ bizə ağ kağızlar kimi övladları verib. Tərtəmiz. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, hər bir doğulan övlad İslam fitrəti üzrə doğular. Amma valideynlər onları nə Nasrani, nə Yahudi eləyər, ya da müsəlman.
O tərbiyəsi ilə. Valideynlərin tərbiyəsi ya övladı, yəni ki, nəsranilər kimdir? Elimsiz şəkildə Allaha ibadət edənlərdir. Yahudilər isə Allahın dinini bilərək, onu anlayaraq, onu əməl eləməyən, o Allahın dinini tapdalayan, ayaqlar altına alanlardır. Ona görə biz hər namazımızda dedik ki, İhdinas sıratal müstəqim. Bizi düz, doğru yola yönəlt. Sıratallezine en'amte aleyhim. Nemət verdiklərinin yoluna yönəlt. Nemət verilənlər kimlərdir? Peyğəmbərlər, sıddıqlar, şəhidlər və salihlərin yoluna bizi yönətdirik. Amma o kəslərin yoluna yönətmə ki, qayril məğdubi, səni qəzəbləndirirlər. Allahı qəzəbləndirən yahudilərdir. Onlar yəni ki, Allahın dinini bilə-bilə, Allahın haqq dinini bilə-bilə onu yəni ki, dəyişdirdilər, peyğəmbərləri öldürdülər, haqqı bilə-bilə ona arxa çevirdilər. Vələd-dallin və dallinlər, onlar kimlərdir? Elmsiz şəkildə, yəni ki, heç bir elmi əsasları olmadan, ağıllarına gələn kimi, şeytanın onlara öyrətdiyi kimi, yəni ki, Allaha ibadət edənlərdir. Baxın, biz isə övladlarımızın bunlardan olmaması üçün inşallah durmadan dua eləməli, onların İslami tərbiyəsi ilə gecə-gündüz məşğul olmalıyıq. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, bir ata övladına gözəl əxlaqdan daha qiymətli bir miras qoya bilməz. Allah subhanahu teala hər birimizi doğru olan yolda sabit eləsin. Amin. Övladlarımızı İslami tərbiyə ilə, Rasulullah sallallahu aleyhi ve sellemin əxlaqı ilə zinətləndirib, onları məsəl üçün deyək ki, donatan şəxslərdən eləsin bizi. Amin. Və Allah subhanahu teala qiyamət günündə bizi ən gözəl mirasçılardan, yəni ki, cəmiyyətə, toplumuza, dinimizə ən gözəl miras qoyanlardan, ən gözəl əxlaqlı, dinli, sünnəyə sarılan övladlar, yəni miras buraxanlardan eləsin Allah subhanahu teala. Allah subhanahu teala söylədiklərimizi eşidib, onlara əməl eləməyə bizi nəsib eləsin. Amin. Allah bizi xeyirlərə müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.